Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə bərabər əvvəlki illərin qəbullarında düşmüş 25 qəbul sualının izahına baxacağıq ki, növbəti imtahanda qarşınıza çıxa biləcək suallardandır. Bu suallar diqqətli şəkildə olursunuz. Bir neçə müxtəlif mövzunu əhatə eləyir. Demək olar ki, məntiqdə olan hər mövzuya toxunan bir sual var. Hamısı olmasa belə çoxu əksəriyyəti var burada. Ona görə diqqətlə izləyin, görün hansı suallara hansı cür yanaşıb, necə həll etmiş oluruq. Birinci sual şəkil ardıcılıqlarla bağlı bir sualdır. Qanunauyğunluq nədir? Hər bir fiqurun ayrı-ayrı hərəkətinə fikir vermək lazımdır ki, necə hərəkət edib. Tutaq ki, bu qara dairə 1-2 addım hərəkət elədi, gəldi bura. Kvadratın küncləri boyunca yenə 1-2 addım hərəkət elədi, gəldi bura. Sonra 1-2 addım hərəkət elədi, gəldi bura. Deməli, bunun hərəkəti bu formada gedir. Bunu da müəyyənləşdirmək lazımdır. Hardan? Verilən nümunələrdən fikir verirsə, buradan belə gəlib aşağıya davam eləmədi. Gəldim, sonra 2 addım yenə gələndən sonra içəriyə doğru getməyə başladı. İndi mən də 2 addım getmək istəsəm, 1-2 addım gedib bura gələcəm. Çünki bu belə gedir, daxil bu formada gəlir. İndi aşağıya gedib bu formada davam eləməlidir. O formada davam eləməlidirsə 1-2 deyirəm. Deməli, növbəti şəkilimdə cavab hissəsində qara nöqtə orada olmalıdır. Baxıram ki, bir dənə C bəndi orada deyil. Və yaxud da ki, ulduzun istiqamətinə baxaq. Ulduz necə gedir? Ulduz künc boyunca gedir. Yəni kvadratın küncləri boyunca 1-2 addım gəldi bura. 1-2 addım atdı, gəldi bura. Yenə 1-2 addım atdı, gəldi bura. Yenə 1-2 addım atıb ən küncdə dayanmalıdır. Baxıram, ən küncdə yoxdur, ən küncdə yoxdur, ən küncdə yoxdur deyib bizə dənə D variantı qalır, onu işarələyirəm. Bir nəsində hər ehtimala qarşı yoxlayaq. Üçbucağa baxır, diaqonal boyunca bir addım yuxarı qalxdı, diaqonal boyunca bir addım yuxarı qalxdı, diaqonal boyunca bir addım yuxarı qalxdı. Yolu bitdiyinə görə nə edir? Düşür təzədən aşağıya. Və yaxud da ki, baxmışam ona da baxaq. Bu neçə addım hərəkət edir? 1-2 addım hərəkət edir buradadır. 1-2 addım hərəkət edir buradadır. 1-2 addım buradadır. 1-2 addım bu hissədə olmalıdır. Həqiqətən yenə o hissədədir. Hər şey qaydasındadır. Birdə olacağımız D variantı. Sadəcə bir dənə dairənin istiqaməti fərqli istiqaməti idi. Verilən sözlər cütün əlaqəsinə analoji olan variantı seçin. Qaynar isti. Qaynar istinin çox olan vəziyyəti çox istidir. Qaynar çox isti deməkdir. İndi bunlar qaynar və isti sözlər bir-birinə yaxın sözlərdir. İndi biz də ona uyğun axtarmalıyıq ki, buradakı sözün biraz belə deyək, çox variantı bu olsun. Qəzəbli, hisslənmiş yox, məqbul, kafi yox, xoşa gələn, incə, həssas, qapalı, əla, yaxşı. Baxın, yaxşı olan bir şeydir. Əla da yaxşıdır. Amma müqayisə etsək, əla çox yaxşı deməkdir. Çox yaxşı. Burada nə demişdik? İsti. Qaynar nə deməkdir? Çox isti. Yaxşı nə deməkdir? Çox yaxşı. Ona görə cavabımız olur D variantı. Qanunauyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Rebuslar mövzusuna aid, yəni fiqur ədəd əlaqələrinə aid bir sualdır. Bu tipli suallarda kənardakıların cəmi 60-la bağlı bir şey ola bilər. Kənardakıların çarpaz vurulması 60-la əlaqəli ola bilər. Kənardakıların yan-yana toplanması, vurulması, çıxılması bir əlaqəsi ola bilər. Burada necə eləyəcəyik? 11-i 8-ə vuracaq, eləyəcək 88. 4-ü 7-yə vurarıq, eləyər 28. 88-dən də 28-i çıxsaq 60. Yoxlayaq görə obsilərində alınırmı? 20-ni 14-ə vuraq desəm, avtomatik nə olacaq? Böyük ədədə getmiş olacaq, düzdür? Ona görə və 45-i də çıxanda gəlib onu almarıq. Ona görə deməli birinci üsulumuz olmadı. Başqa necə eləyə bilərəm? 11-dən 8-i çıxaram, eləyər neçə? 3. 4 ilə 7-ni toplayaram, eləyər 11. 3 ilə 11-dən artıq onu ala bilmərsiniz. Yaxşı, bəlkə kənarları toplayaq. 11, 8, 7, 4. Əslində bunu birinci eləməliydik. Yadda salın, həmişə asanları birinci eləmək lazımdır ki, olmasa, alınmasa keçərsiz digərlərini. Amma biz ümumi olaraq birinci tez görsən deyə 11 ilə 8-i tez vurdum görüm. Alınırmı yoxsa alınmırmı? Təbii ki, səhv eləyə öyrənəcəksiniz. Əgər misala yanaşma tərziniz fərqli olursa. İndi 11, 8, 7, 4-ün cəmi eləyir. Neçə? 11 orada, 11 burada, 8-də burada 30 eləyəcəm. 30-60-ın bağlılığı varmı? Var, 2-yə vurmaqla. 20, 14, 34, 39, 48. 48 ilə 96-ın bağlılığı nədir? Yenə 2-yə vurmaqla. Tapıram ki, kənardakıları toplayıb 2-yə vursam, ortadakı sual işarəsinin yerini tapmış olaram 1, 3, 4, 35, 35, 31 gəldi, 35, 35, 28 də bu neçə eləyir? 35, 55, 73. 73. 73-ü nə edəcəyik? 2-yə vuracaq. O deyəcək neçə? Yoxsa səhv hesabladı. Bax.
50, 59, 60, 63. 63 eləyir. 63-də 2-yə vuranda eləyir neçə? 126. Yəni cavabımız olacaq nə? B bəndi. Kənardakıları toplayıb 2-yə vururuq. Sonra sosial tədqiqat məqsədilə hər birində bir qız və bir oğlan ibarət olan 3 işçi qrupu yaradılmışdır. Mətnin məntiqi təhlilinə aiddir. Ən çox sual bu mövzudan düşür. Qızların adı Mehribandır, Pərvin də Dilbərdir. Oğlanlarda ki, estağfurullah. Oğlanlarınki isə Murad, Pərviz və Dadaşdır. Qızlardan biri modelyerdir, ikincisi psixoloqdur, üçüncüsü dizaynerdir. Lap yaxşı nəsələr qoyulub. Əsas cümlə buydu, baxın. Hər işçi qrupunun tədqiqatlarının nəticələri olan qovluğun üzərində qızların ixtisasları, qızların və oğlanların adlarının birinci hərfləri yazılmışdır və heç bir qrupda nə ixtisasın, nə də ki, qızların və oğlanların adlarının birinci hərfləri üst-üstə düşmədi. Bu nə demək istəyir? Tutaq ki, burada Pərvin var da, P ilə başlayır. O Pərvin psixoloq. Deməli, Pərvin psixoloq ola bilməz. Yəni, o qrupda ola bilməz. Və yaxud da ki, Dilbər, D-dır, Dadaşla eyni qrupda ola bilməz. Yəni, qovluğun üzərində baş hərflərin toqquşması olmamalıdır. Olmamalısa bir dənəsini bizə kömək eləsin. Yazıb ki, Pərvizlə bir qrupda olan qız modelyer deyil. Əla. Çünki birini kömək eləməsə başlamaq biraz çətin olur. Yazırıq bura kimi Pərvizi, sonra Muradı, Murad, bir də Dadaş. Bunlar insan adlarıdır. Orada verilən adlardır. Oğlan adları da doğrusu. Qız adlarını hələ ki yazmıram. İxtisas olaraq vermişdi ki, Pərvizlə bir qrupda olan qız modelyer deyil. Baxın, fikir verin. Pərvizlə bir qrupda olan modelyer deyilsə, Muradla bir yerdə olan da modelyer deyil. Niyə? Çünki ikisi də M hərfindən başlayır. Belə bir olmazdı. Belə bir şey olmaz. Onda avtomatik qalır ki, Dadaş modelyerlə eyni qrupdadır. Modelyerlə eyni qrupdadır. Daha sonra modelyer gedəndən sonra fikir verir, nə qalmışdı? Psixoloq və dizayner qalmışdı. Psixoloqu təbii ki, gətirib bura yaza bilməzsiniz. Çünki Pərvizin adındakı birinci hərflə toqquşacaq. Psixoloq Pərviz. Ona görə 100% bilirsiniz ki, psixoloq bura yazılmalıdır. Sonra Pərvizdə isə kim qalır? Dizayner qalır. D hərfindəndir. Heç bir problem yoxdur. Dizayner də bura yazıldı, getdi. Daha sonra keçirik qızların adlarına. Qızların adlarında kim var? Kim var? Mehriban. Tutaq ki, baxın, Mehribanı yerləşdirməyə çalışsam, üçüncü yerə Mehriban yaza bilmərəm, çünki orada modelyer var. Deyir, axı, heç bir şey ixtisasın, adın, baş hərfləri toqquşa bilməz. Mehriban yazsam, ixtisasın adından toqquşacaq. Bura Mehriban yazsam, Muradla baş hərfləri toqquşacaq. Onda 100% bilirəm ki, Mehriban hardadır? Pərviz olan qrupdadır, Mehriban. Qızların adından biri getdi. Sonra yazmışdı Dilbər. Dilbər harda olacaq? Fikir verin, Dadaşın yanına yaza bilmərəm Dilbəri, çünki D hərfləri toqquşacaq. Onda 100% bura Dilbər qalmış olur. Bir nəfər də qalmışdı Pərvin. Daha doğrusu Pərvin yox. Hədə Pərvin qız adıdır burada. Qız adı kimi verilib. Pərvin isə P hərfindən başlayır və Dadaş modelyer sözündə heç bir problem yaratmır. Pərvin isə bura yazmış olur. Bitdi. Bütün hamısını da qovluqların üzərində nə yazıb tapmışıq. Bizə yazmış ki, psixoloqun və onunla bir qrupda olan oğlanın adı nədir? Psixoloqun adı Dilbərdir. Onunla bir qrupda olan oğlanın adı isə Muraddır. Dilbər Murad A variantı cavabımız oldu. Keçdik 5-ci suala. Belə bir sual görürsünüz. Yenə rebuslar mövzusuna aid etmək olar bu sualı. Necə həll eləyərik? Böyük rəqəmlər, çox rəqəmlər daha doğrusu, həm aşağıda kiçik, yuxarıda da böyüyə gedir. Ümumi olaraq fikir versək, 2 ilə 1-in cəmi 3-ü, 3 ilə 4-ün cəmi 7, 7 ilə 11-in cəmi 18, 2-sin cəmi yandakı rəqəmi verirdi. 18 ilə 29-un cəmi 47, 6 ilə 8-in cəmi 14, hamısını yoxlamıram. Daş ki, bir dənə də buna baxaq, 72 ilə 116-ın cəmi 188 eləyir. İndi bəs 144 ilə neçənin cəmi 376-nı verər? 376-dan çıxırıq 144-ü ki, yanaşı duran ədədlərin cəmi 376-nı vermiş olsun. O deyilir neçə? 2, 3 və 2. 232. Deməli, B-nin qiyməti oldu 232. Bəs A-nı necə tapırıq? Onun üçün yenə aşağıya müraciət edirik. Baxın, 3 dənə rəqəmin cəmi yuxarıdakını verir. Və yaxud da ki, bu üçünün cəmi yenə yuxarıdakını verir. Bu üçünün cəmi yuxarıdakını verir. Bu üçünün cəmi yuxarıdakını verir. Onda bu üçünün cəmi də A-nı verməlidir bizə. Yəni 232, 144, bir də 376 cəmi bizə cavabı vermiş olacaq. 12 bir yadda, 7, 14, 15 bir yadda,
6 bir də yadda 7. 752. Deməli A 752-dir. B isə 232-dir. 752, 232 isə C variantda verilmişdi. Cavabımız oldu. Cəbəndi. Anar, Kamal, Rasim, Samir və Elnur bir maşında gedirdilər. Onlar müxtəlif peşələrin nümayəndələridirlər. Alman dili müəllimi, karateci, rəqqas, proqramçı və basketbolçu. Maşının sükanı arxasında Alman dili müəllimi, qabaqda onun, artıq qeyd edək bunu. Bir dənə qeyd yaradaq özümüz üçün. Daha rahat olsun. Normal olaraq bilirsiniz də, maşında 2 nəfər qabaqda əyləşir. Deməli, açılsın. 2 nəfər qabaqda əyləşir. 1, 2, 3 nəfər də arxada əyləşir. İndi ona əsasən şərtimizi oxuyaq və quraq sxemimizi. Deyək ki, maşının sükanının arxasında Alman dili müəllimi. Maşının sükanının arxasında kim oturub? Sükan hansı tərəfdə olur? Yazaq geçsin də bura Alman dili. Yəni, maşın qabağımızda düz dayanıb elə bilin ki. Zaten belə olur da, hə. Deməli, Alman dili müəllimi sükan arxasındadır, lap yaxşı. Qabaqda onun yanında isə Kamal oturmuşdur. Fikir verin, bu adlar ayrı, ixtisaslar ayrıdır. Ona görə birini göy rənglə, birini qırmızı rənglə yazıram. Deməli, Kamal onun yanında oturub, Alman dili müəllimi də sükan arxasındadır. Sonra Samir arxada Rasim ilə basketbolçunun arasında oturmuşdur. Samir arxada Rasim ilə basketbolçunun arasında. Deməli, Samiri ortaya yazmalısınız. Basketbolçu ilə Rasim. Burada yazıram Rasim, bir də basketbolçu. Arxada oturmanın önəmi olsa, yerlərini basketbolçu ilə dəyişdirərəm Rasimin, amma bir baxaq ki, məncə yoxdur. Karateci Samirlə qonşuluqda yaşayır, lap yaxşı. Elnur basketbolçunu uşaqlıqdan tanıyır, lap yaxşı. Samir və Kamal rəqs etmirlər, lap yaxşı. Bizdə indi sxemi qurmağa o qədər də əhəmiyyət yoxdur, sualı oxuyandan sonra görürəm. Bizdən Elnurun hansı peşə sahibi olduğunu soruşur. Burada verilən məlumatlara görə Elnur, kənara yazırsınız Elnuru və artıq müqayisə eləməyə sorğulamağa başlayırsınız. Deyirdi ki, gəlin adların hamısını yazaq. Bu quruluşun bizə heç bir köməyi olmayacaq. Yəni, maşın sxemində quruluşun. Adları yazıb hansının hansı olmadığını qeyd edə bilərik. Samir yazıram, Rasim yazıram, sonra Elnuru yazmışam, Kamal Anar. Kamal, bir də Anar. Fikir versə deyir ki, maşının sükanın arxasında Alman dili müəllimi oturub, qabaqda onun yanında isə Kamal oturubdur. Buradan nə nəticəyə çıxırsınız? O nəticəyə çıxırsınız, Kamal Alman dili müəllimi deyil. Alman dili müəllimi deyil. Alman dili müəllimi də qabaqda oturub, bunu yadda saxlayın. Sonra yazmış ki, Samir arxada Rasim ilə basketbolçunun arasında oturub. Samir arxada Rasimlə oturubsa, deməli, Samir də Alman dili müəllimi deyil, Rasim də Alman dili müəllimi deyil. Hardan bilirəm? Çünki Alman dili müəllimi qabaqda oturmuşdu. Qabaqda oturmuşdu, amma Samir ilə Rasim arxadadır. Bunları bir-birinə bu formada əlaqələndirmək lazımdır. Sonra karateci Samirlə qonşuluqda yaşayır. Əgər karateci, daha doğrusu yuxarıdakı bir cümləni də oxuyaq. Samir arxada Rasim ilə basketbolçunun arasında. Deməli, Samir Rasimlə basketbolçunun arasında oturursa, deməli, nə Samir basketbolçu deyil, nə də Rasim basketbolçu deyil. Yəni, təsdiq cümlələrini oxuyub inkardan getmək lazımdır. Samir basketbolçu deyil, Rasim də basketbolçu deyil. Alman dili müəllimi olmadıqlarınızı birinci cümləyə əsasən tapmışdı. Sonra yazmış ki, karateci Samirlə qonşuluqda yaşayır. Karateci Samirin qonşususa, deməli, Samir karateci də deyil. Onun üstünə xətt çəkirsiniz. Elnur basketbolçunu uşaqlıqdan tanıyır. Deməli, Elnur da basketbolçu deyil. Basketbolçu deyil. Bunu da yazdıq. Sonra Samir və Kamal rəqs etmirlər. Samirlə Kamal rəqs etmirlər nə deməkdir? Yəni, rəqqas deyirlər də. Necə olar ki, rəqqas olasan, rəqs eləməyəsən? Samir və Kamal rəqs etmirlər, o mənada deyir. Yoxsa, yəni, maşın içində oynamağı nəzərdə tutmayacaq, yəqin ki. Samir və Kamal rəqs etmirsə, deməli, Samir rəqqas deyil. Bir də kim deyirdi? Kamal da rəqqas deyil. Buraya yazıram, Kamal da rəqqas deyil. Elnur hansı peşənin sahibidir? Onu istəyir. Fikir verirsinizsə, artıq Samirə Alman dili müəllimi deyil yazmışıq, basketbolçu deyil yazmışıq, karateci deyil yazmışıq, rəqqas deyil yazmışıq. Bir dənə nə qalır? Proqramçı qalır. Buraya yazıram, proqramçı. Bunu yazdıq. Kamal basketbolçu da deyil, onu da nəticəsini çıxarda bilərik. Hardan? Fikir verin, maşının sükanın arxasında Alman dili müəllimi, qabaqda onun yanında isə Kamal oturmuşdu, düzdür? Deməli, proqramçı deyil dedimsə, tez avtomatik hələ ki o cümləyə keçmirəm.
Bu proqramçı deyil. Bu da proqramçı deyil. Bu da proqramçı deyil. Bu da proqramçı deyil. Bunu da yazdıq. İndi Kamal var idi. Kamal deyir ki, qabaqda oturmuşdu. Sonra yazmış ki, Samir arxada, Rasim ilə basketbolçunun arxasında oturub. Deməli, Kamal qabaqdadır, basketbolçu da arxadadırsa, deməli, Kamal nə deyil? Kamal basketbolçu deyil də. Düzdür? İndi baxırsınız, Kamal basketbolçu deyil. Karateçi deyil, rəqqas deyil, Alman dili müəllimi deyil. Bəs nədir? Alman dili müəllimi deyil. Karateçi deyil demədik daha doğrusu. Karateçi olacaq. Baxın, fikir verin. Alman dili müəllimi deyil. Rəqqas deyil, proqramçı deyil, basketbolçu deyil. Nədir? Karateçidir. Deməli, Kamala %100 yazırsınız karateçi. Çünki Kamalın 3 dənəsini tapmışdıq, olmadığını 100% əmin olmasını. Amma bir dənəsi qalmışdı. O bir dənəsini də yenə hardan tapdım? Kamal qabaqda oturmuşdu, amma basketbolçu arxada oturmuşdu. Buradan nəticəyə gəlmək lazım idi. Ona görə yazıram ki, burada Kamal kim oldu, nəçi oldu? Karateçi oldu. Buraya yazdım karateçi. Davamında onda Kamal karateçi olursa, deməli Rasim karateçi deyil də. Tez yazırıq ki, digərlərinə. Bu karateçi deyil. Bu da karateçi deyil. Bu da karateçi deyil. Rasimə baxın, indi 4 dənəsinin üstünə x çəkmişsə 5-ci rahat tapılır. Əgər Rasim Alman dili müəllimi, bunları silək baxın, Alman dili müəllimi deyilsə, basketbolçu deyilsə, proqramist deyilsə və karateçi deyilsə, onda nədir? Rəqqasdır. Tez buraya yazırsınız. Rəqqas. Rəqqası da tapdıqsa deyirik ki, onda Elnur rəqqas da deyil. Buraya yazıram Elnur rəqqas da deyil. Anar da rəqqas deyil. Üstünə xət çəkə bilərsiniz, artıq önəmi yoxdur. Deməli, bizdən də soruşur ki, Elnur hansı peşənin sahibidir? Baxırıq, basketbolçunun üstünə xət çəkmişik. Proqramçının üstünə xət çəkmişik. Karateçinin üstünə xət çəkmişik. Rəqqasın üstünə xət çəkmişik. Bir də nə qalır? Alman dili müəllimi. Deyirdi ki, maşının arxasında Alman dili müəllimi oturub. Deməli, maşının arxasında oturan Elnur imiş. Elnurla da başqa bağlı bir söz deyilmirdi. Bir dənə yazmış ki, Elnur basketbolçunu uşaqdan tanıyır. Oradan bilirdik ki, Elnur basketbolçu deyil. Bu formada həll eləməyiniz lazım idi. Həmişə bu tipli suallarda mütləq şəkildə bir adam həmin peşəsinin, bir adamın peşəsini mütləq ki tapmaq olur. Görürsünüz, burada cümlələr əsasən 4 dənəsinin üstünə xət çəkmişdik. Rəqqas deyil, karateçi deyil, basketbol, Alman dili müəllimi deyil. Avtomatik proqramçı qalmışdı. Bundan sonra birində 3 dənəsinin üstünə xət çəkilmiş olur. Bu dördüncü də buradan tapılır. Avtomatik biri tapılır. Sonra növbəti hamısı bir-birini gətirib çıxartmış olur. Sistem şəkildə işləmək lazımdır bu tipli sualları. Belə. Bu da bu mətnin məntiqi təhlili sualı. 7-ci suala gəldik. Bu yaxın illərin qəbuluna düşmüş suallardan biridir. Fikir verin, bu tipli suallarda ya toplama, çıxma, yaxud da ki, çıxma, toplama və yaxud da ki, vurma, bölmə, vurma və yaxud da ki, hamısı toplama. Bu formada üsulları var bu tipli şeylərin, sualların. İndi burada hamısını toplamağa çalışsaq 6, 3, 9, 19, 24, 32 alınır. Amma burada baxıram ki, kiçik bir rəqəm var, 6 var. Necə? 21, 7, 4, 6, 3'ü toplayım, mən 6 alım. Deməli, burada toplama yoxdur. Toplayıb çıxmaya baxsam, 6'dan 3'dən 9, toplasam 9, çıxsam -1, toplasam 4, üstünə gəlsəm 12, yenə də alınmır. Bəs vurma ilə bölmə ilə geçsək necə olar? Bəs fikir verirəm ki, 6 3-ə bölünən ədəddir, 25 5-ə bölünür, 21 7-yə bölünür. Avtomatik gözə dəyirsə 14 də 7-yə bölünür. Bölməni niyə yoxlamayım ki? Mənə gəl deyil. 6-yı 3-ə bölsəm 2 ilə bölməni yoxladığınız anda da vurmanı yoxlaması paralelində əksərən. %100 həmişə belə olur yox, amma əksərən vurma bölmə bir yerdə olur. 6-yı 3-ə böldünüz 2, 2'yi 10'a vurdunuz 20, 20'yi 5'e böldünüz 4, 4'ü 8'e vurdunuz 32. Qəşəng. 21'i 7'ye böldünüz 3, 3'ü 4'e vurdunuz 12, 12'yi 6'ya böldünüz 2, 2'yi 3'e vurdunuz 6. Əla. 25'i 5'e böldünüz 5, 5'i 6'ya vurdunuz 30, 30'u 10'a böldünüz 3, 3'ü 2'ye vurdunuz 6. Əla. Tapmışıq hər şey qaydasın. 14'ü bölürsünüz 7'ye 2, 2'yi vurursunuz 8'e 16, 16'yı bölürsünüz 4'ə 4, 4'ü vurursunuz 3'ə eləyir 12. Cavabımız olur D variant. Deməli, aşağı baxan oxlar bölmə əməlini yerinə yetirir, yuxarı qalxan oxlar isə vurma əməlini yerinə yetirir və dairənin içərisindəki rəqəmlər özümüzdən falan rəqəm gətirmir elə birbaşa. Burada 25'i 5'ə böldün 5, 6'ya vurdun 30, 10'a böldün 3, 2'ye vurdun 6. Başqa heç bir yerdən rəqəm falan gətirmirik.
Verilən sözlər cütünün əlaqəsinə analoji olan variantı seçin. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Yəni bu boş-boşuna verilən bir cümlə deyil. Yadda saxlayın, həmişə sözlərin ardıcılığı nəzərə alınmalıdır. Siz tapdığınız varianta uyğun bir variant olar, sadəcə yerləri qarışıq olar, onu seçməyin. Mütləq ki, yerlərdə önəmlidir. Baxın, həkim, terapevt. Terapevt həkim yazsa ayrı mənadadır, yəni yer baxımından. Bu formada yazılsa fərqli. Deyirsiniz ki, həkimlərdən biri terapevtdir. Və yaxud da ki, əksinə yazılsa deyirsiniz ki, terapevt həkimlərdən biridir. Ona görə ikisi də eyni məniyə gəlir. Sadəcə yerlərin önəmi var ki, hansı istiqamətdən hansı sözdən hansı sözə gedirsən belə. İndi uşaqlar, bax burada nə dedik? Həkimlərdən biri terapevtdir. Uşaqlardan biri adamdır yox, dosentlərdən biri aspirantdır yox, bəstəkarlardan biri şairdir yox, diktorlardan biri rejissordur yox, cinayətkarlardan biri qatildir. Bəli, oğru, qatil. Nədir? Cinayətkarlardan biridir, terapevtdir, məsəl üçün dermatoloqdur, pediatrdır. Bunlar da nədir? Həkimlərdən biridir. Cavabımız oldu C variantı. Yenə mövqeyi də uyğun olmuş oldu. Necə getdi yoxu? Həkim, həkimlərdən biri terapevt, cinayətkarlardan biri qatil. Cəmi 800 zəngli saat satılıb. Riyazi məsələlərə aid bir səhədir, faiz məsələsidir. Çox qəşəng və maraqlı bir sualdır bu sual. Diqqətlə izləyin. 800 zəngli saat satılıb, lap yaxşı. Onların 60% 500 nə idi? 50% endirimlə, 10% isə 30% endirimlə satılıb. Qalan hissə isə endirimsiz 8 manata satılıb. Bütün zəngli saatları cəmi neçə manata satıblar? Gəlin birinci, ümumi olaraq 60% deyənkən nəyi nəzərdə tutur, 10% deyənkən nəyi nəzərdə tutur, onlara baxaq. Deyir ki, 800 zəngli saatın 60%-i 50% endirimlə. Hələ ki 50% endirim nə qədərdir bilmirəm, amma 60%-ini tapaq da 800-ün. Yazıram 800 vurulsun %60. O da bərabərdir. Bunlar getdi. Qalır isə 480. Deməli 800 zəngli saatın 480-i 50% endirimlə satılıb. O 50% nədir? Hələ ki bilmirəm. Sonra demir ki, qalanın 10%, 30% endirilmə, ümumi olaraq 10% deyirsə, mən yenə 800-ün 10%-ni tapmalıyam. Bax, bunlar arasında çox böyük fərq var ha. Burada olur necə 80. Deyilsəydi ki, onların 60%-ni 50% endirimlə, sonraki cümlədə desəydi ki, və qalan saatların 10%-ni 30% endirimlə satıb, onda nə edərdim? Onda 60% tapmışdım, 480. 800-dən o 480-i çıxardım, yerdə qalan 320-nin 10%-ni tapardım deyərdim. Amma indiki cümlədə elə bir şey ifadə verməyibsə, sizin ixtiyarınız yoxdur formada eləməyə. Ki, bunun 60%-ni deyirdi, 50%-ni hesablayım, onda 60%-ni tapım çıxım, yerdə qalanın 10%-ni tapım. Demir ki, yerdə qalan. Lazım olsa özü deyəcək. Bir də deyir, onların 60%, bir də 10%. Mən ayrı-ayrıqda 800-ün 60%-ni və 10%-ni tapdım ki, biri 480-dir, bir də 80-dir. Bu 50% endirimlə satılıb. Bu isə 30% endirimlə satılıbdır. Bəs bilmir axı endirim nə qədərdir. Ona görə gəlirik əvvələ, daha doğrusu axıra yazmış ki, qalan hissə isə endirimsiz 8 manata satılıb. Hə, qalan hissə endirimsiz 8 manat deyirsə bildim artıq. Qiymət nə qədərdir? 8 manatdır. 8 manatdırsa, elə birinci arxadan başlayaq, o yerdə qalanları da tapmış olaq. Demişdik ki, qalan hissə isə. Qalan hissə necə tapacaq? Ümumi 800 dənə var idi. Onun 60% çıxdı, bir də 10% çıxdı. Qaldı neçə? 800-dən 560 çıxırıq da 240. Düzdürmü? 560, 700, 800. Bəli, 240 dənəsi nə edib? Endirimsiz 8 manata satılıb. İndi hesablayıram. 240 dənəsi endirimsiz 8 manata satılıb. Yazıram neçə edir? 248 oranda 1600, 324, 1920. Sonra 480 dənəsi 50% endirimlə. 8-i 50% endirim elində neçə edir? 4 manat edir də, düzdür? 480 dənəsini 4 manatdan satıram. Bu neçə edir? 1600, 324. Yenə 1920 manatda buradan əldə edir. Bir də əsas hissələrdən biri bax bu idi ki, 80 dənəsi də 30% endirimlə satır, düzdür? 8 manatın 30%-ni tapırlar, eləyir 2 manat 40 qəpik. Əksəriyyət 2 manat 40 qəpikdən hesablayır ki, 30% demir, 30% demir, 30% endirimlə deyir.
30%-ni tap ayrı şeydir, 30% endirim elə ayrı şeydir, 30% bahasına sat ayrı şeydir. Bunları qarışdırmaq olmaz qəti şəkildə. Sənə deyirsə ki, əgər onun 10%-ni, yəni tapmışıq artıq rəqəmli ifadəsini, 80 dənəsini 30% endirimlə sat, sən o ümumi qiyməti tapıb 30% endirməlisən. 30%-inlə hesablamamalısan. Bizə deyir ki, 30% endirimdir. 8-in 30% endirimi nə deməkdir? 8-in 30%-ni tapırsınız eləyir 2.4 və 8-dən 2.4-ü çıxırsınız. Çünki o tapdığınız o 30%-i endirim eləməlisiniz. 8-dən də 2.4 çıxanda eləyir 5.6. Yəni siz burada olan 80 dənə saatı gətirib 2.4-ə vurmaq ixtiyarınız yoxdur. O onun 30%-idir. 30% endirimli hal isə 5.6, yəni 5 manat 60 qəpikdir. Bu da bərabər elə neçə? Belə deyək, 56-nı 8-ə vurmaq deməkdir, elə bil ki. 8 dəfə 6, 48, 8 4 yadda 40, 44, 448. 448 manat da buradan gəlir əldə eləmişdi. İndi 1920, 1920, bir də 448-i toplayaq ki, necə eləyir? 8, 8, 2 yazaq, 1 yadda, 2 yazaq 2 yadda, daha doğrusu, çünki eləyir neçə? 18, 22. 2 yazaq 2 yadda, 2 bir də 4. 4288 manat. Deməli, bütün zəngli saatları cəmi neçə manata satıblar? 4288 manata. Deməli, bu sualı maraqlı eləyən hissələrdən biri nə idi? 60% və 10% hissəsini qarışdırmamaq, yəni hər iki məqamda 800-ün 60%-ni, 800-ün 10%-ni tapmaq, yerdə qalanı yox. Sonra yerdə qalan nə idisə tapmaqdır ki, məsəl üçün 480, 80, bir də 240 olduğunu tapmış olduq, bu rahatdır. Bir də çaşdırıcı məqam o 30% məsələsi idi ki, 80 dənəsi var da. 80 dənəsi 30% endirimlə eləyəndə əksərən bu 8 manata satılan saatın 30%-ni tapıb 2.4-ə vururdular. 2.4. Yəni bilmirəm 2.4-ə vuranda elə bir cavab gəlir yoxsa gəlmir, amma niyə səhv yöndən gedəsiniz və yaxud da ki, cavabda versən, hətta çaşdırıcı variant kimi siz də tapan kimi onu işarə eləyəsiniz və yaxud da ki, həll eləyəsiniz, cavabı almayasınız. Təşkil ki, ilahi mən bu qədər həll elədim, niyə cavab alınmadı? Gəldik 10-cu suala. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğulan variantı seçin. Qeyri-aşkar operatorlar mövzusuna aid bir sualdır. 239, 441 verib. Ortadakı rəqəmlərə baxsam 25, 136 avtomatik beyni mənə gəlir ki, bunlar kvadratik ədədlərdir. Yaxşı, bu kvadratik ədədlər nəyin kvadratıdır? 5-in. Mən düşünürəm ki, mən bu 5-i hardan alım ki, yəni 239 və 441-dən onu deyim kvadrata yüksəldirim. Ən sadəsini demişəm ki, yoxlayırıq. 2, 3 eləyir 5, 9-a bu 14, 4, 4, 1 isə 9 eləyir. Artıq 14 ilə 9-dan 5-i almağa nə var ki? Bunu da bilmirsinizsə nə deyim? 14, 9... Təbii ki, alabilirsiniz. 14-dən 9 çıxırsız eləyir 5, kvadratı 25. Yəni 5, 4, 6-nın cəmi eləyir 15, 2, 1, 2-nin cəmi eləyir 5. 15-dən 5 çıxırsız 10, kvadratı 100. 12 buradır, 6 da buradır. 12-dən 6 çıxırsız 6, kvadratı 36. İndi 5, 8, 1-in cəmi 14, 4, 1, 3-ün cəmi 8. 14-dən 8 çıxırsız eləyir 6. Yəni kvadratı isə bizə vermiş olur 36-nı. Ümid edirəm ki, hesab səhvi, rəqəm səhvi eləmirik. Sürət şəkildə gedirik, eləsək də siz bildirərsiniz. Verilən açılışa uyğun olan variantı seçin. Kublarla bağlı bir sualdır. Kublar da imtahanlarda düşən əsas sual tiplərindən sayılır. 2-3 dənə sual düşür və kubların təməl qaydaları var. Təməl qaydalarda belə bir şey var ki, qarşı üzlər heç vaxt eyni anda görsənə bilməz. Yəni bu kubun açılmış formasıdır. Bu isə kubun yığılmış formasıdır. Məntiqlə düşünün də deyirəm ki, baxın, qarşı üzlər eyni anda verilə bilməz. Bu ulduzun eyni anda görsənə bilməz. Bu ulduzun qarşı üzü hardadır deyə, arxadadır da. Mən onu eyni anda necə görə bilərəm ki? Arxadakını görsəm bunu görə bilməm, bunu görsəm arxadakını görə bilmirəm. Və yaxud da ki, bu hissənin, yəni üst hissənin qarşı üzü haradır, altdakı hissə. Mən o altdakı hissəni necə görürüm? Yəni görünüş olaraq bu 3 tərəf görürəm də mən həmişə. Öndən görünüş deyəndə 3 görünüş, 3 tərəfin görünüşü yada saxlayın. Yəni bu üst tərəfi görürəmsə altı necə görürəm, yaxud da ki, alt tərəfi görsəm üstü necə görürüm? Mümkün deyil. Normal olaraq düzgün bir fikirdir ki, açılmış kubda qarşı üzlər mövqeyində olanlar yığılmış kubda eyni anda görsənə bilməzlər. Gəlin baxaq görə o qaydaya görə bir variant çıxa bilirik, yoxsa bilmirik. Tutaq ki, A bəndində çıxa bilirik. Niyə? Fikir verin, A bəndində bax bu hissədə var, yuxarıda. Ulduz hissəsi də var burada. Açılmış kubda mən onları müəyyən edirəm ki, bu iki üz bir-birinə qarşı üzdür. Qarşı üzdürsə, burada necə qonşu üz mövqeyinə gəlib çıxa bilərlər axı? Yəni onların biri görsənməlidir, biri görsənməməlidir. Ona görə A bəndini atırsız gedir. B bəndinə baxırıq.
qara dairə, xəttlər var. Fikir verin, ümumiyyətlə bizim misalımızda bu verilən kubun 6 üzü də görsəndiyinə görə bir başqa bir üz ehtimalı olmur. Bəzən elə olur ki, üzlərdən birini vermir, ehtimal eləyirik ki, hansı üz ola bilər, ola bilməz. Amma burada konkret 6 üzün 6-sında görürsünüz, fərqli fiqurlardır özdə. Fərqli fiqurlar. Çaşqınlıq yazacaq da bir şey yox. Amma fikir verirsinizsə burada belə bir diaqonal var. Mənim hansı şəkildə bu diaqonalı görürsünüz ki, heç birində. Və ya da ki, burada bu diaqonal yox, bu tərəfin ortasına çəkilmiş bir xətt var. Harda görürsünüz belə bir şey? Varmı? Yoxdur. Elə bir şey yoxdursa, B bəndən siz. Bunun biraz oxşarlığı var, o da ayrı şeydir. O hissələri parçalanmaz onun. Sonra C bəndinə baxın. Bu hissə var, bu hissə var. Əla. Deməli, o variantda çıxacam. Niyə? Deməli, açılmış kubda görürəm ki, qara dairə ilə, bu böyüklük işarəsi deyək də şərt olaraq. Bu böyüklük işarəsinə oxşar işarə nədir? Qarşı üz mövqeyindədir. Qarşı üz mövqeyi necədir? Baxın, bir üzlə, digər üzün ortasında bir üz saxlamaqla yaranan isə qarşı üzlərdir. Yəni, burada rəqəmlə göstərsəm 1, 2, 3. 2, 1 ilə 3-ün arasındadır. Avtomatik olaraq 1 ilə 3 qarşı üzdür. Burada, misal üçün, 2 ilə 4 qarşı üzdür. Burada da 5 ilə 6 qarşı üzdür. Yəni, buraya yazarlar 1 ilə 3, 2 ilə 4, 5 ilə də 6. Burada qarşı üz sayılmış olur. Deyirəm, artıq bildiniz, bunları silək. C bəndində yenə dedik ki, bununla bu qarşı üz mövqeyində idi deyə yığılmış kubda eyni anda görsənə bilməzlər. Səhvdir. Sonra D bəndinə baxırıq, ulduz. Yenə pəncərə işarəsi, bax, bununla ulduz. Qarşı üz mövqeyində olanlar idi, verilmişdi. Yığılmış kubda olmazdı. Cavabımız olur nə? Y variantı. Gəlin yoxlayaq. Gəlin yoxlayaq o vəziyyəti. Həqiqətən də fikir versəz diqqətlə. Bax, sırf bu hissədəki şəkildir oradakı. Və bunun eyni anda görsənməsinin heç bir problemi yoxdur. Necə yoxdur? Və bir-birinə də münasibətlər heç vaxt dəyişmir. Baxın, qara nöqtə hansı tərəfdən baxır ora? Bütöv düzbucaqlı hissəsindən də düzdür, bölünmüş hissədən yox, düzbucaqlı hissədən birləşir ora. Fikir verin, həqiqətən də baxın, o düzbucaqlı hissəsindən birləşibdir. Və ya şərt olaraq buradan deyirsiniz, bunun qaranın yuxarısında pəncərə işarəsi, buna pəncərə deyək şərt olaraq, solunda bu işarə. İndi bura baxın, qara dairənin yuxarısında pəncərə, sol tərəfində digəri. Hər şey qaydasındadır, qarşı üz qaydası pozulmayıb, mövqelər pozulmayıb, hər şey çiçək kimidir. Çiçək kimisə götürürük. Amma bəzən olacaq ki, təbii ki, variantlar hamısını həmişə qarşı üzlər qaydasına görə çıxmayacaqsınız. Bu, ən birinci təməl qaydadır deyə rahat bir sual kimi hamısı bütün variantlara çıxma olur. Digər variantlarda səhv nə ola bilərdi? Misal üçün, buna oxşar bir variant verərdi. Bax, xətti buradan belə birləşdirərdi. Burada sanki xətti görməyin. Artıq siz baxacaqsınız ki, əsas şəklinizdə kubların bir-birinə birləşməsi necəsə, o dəyişmək ixtiyarınız yoxdur onun. Burada qara dairə bura hansı tərəfdən birləşirdi? Bütöv düzbucaqlı olan hissədən. Amma baxırsınız ki, variantda o xəttdə olan hissələrdən, kvadratda olan hissələrdən birləşib. Deməli, bunu səhv götürəcəksiniz. Amma indiki məqamda sırf qarşı üzlər qaydasına görə hamısını çıxmış olduq, cavabımızı tapdıq. Ana və onun üçəm uşaqlarının yaşlarının hasılı 648-ə bərabərdir. Yaşlar tam ədədlərlə ifadə olunub. Üçəmlərdən birinin yaşını müəyyən edin. Birini müəyyən etsək, demək, üçünü də müəyyən edəcək də. Ananın yaşı 81-dən azdır. Belə bir şərt də vermişdi. Riyazi məsələlərə aid bir hissədir. Yaş məsələlərinə aid. 648 deyirsə, avtomatik siz verilən ədədi bölməsi sadə vuruqlarına, sadə bölənlərinə. 648-i 2-yə böləcəksiniz neçə? 324. Düzdürmü? 324, 324. Bəli. Sonra 324 də yenə 2-yə bölünəcək, eləcək 162. 162 düz elədik. Bəli. Sonra 2-yə böldük, elədi 81. Sonra 2-yə bölünməyəcək, 3-ə bölsək eləyəcək 27. 3-ə bölsək eləyəcək neçə? 3-ə bölsək 27, 3-ə bölsək 9, 3-ə bölsək 3, 3-ə bölsək 1. Deməli, burada yazmışdı ki, üçəmlərdən birini, daha doğrusu, ananın yaşı 81-dən azdır. Mən əgər üçəmlərin yaşını 2, 2, 2 götürsəm, 2, 2, 2 götürsəm, ananın yaşı olur nə? 3 vuraq, 3 vuraq, 3 vuraq, 3 eləyir 81. Bu şərt pozulmuş olur. Yəni 81 81-dən az deyil. O qaydaya görə, deməli üçəmlərin yaşlarını 2 götürmə ixtiyarımız yoxdur. Təbii ki, üçəmlərin yaşının birini 2, birini 2, birini 3 götürəsi və ya da ki, birini 2, ikisini 3 götürəsi halımız da yoxdur. Burada həmişə elə rəqəmlər verirlər ki, onu bölərkən üçəm deyirsə üçəmlərin yaşını, əkiz deyirsə əkizlərin yaşını müəyyənləşdirəcək, 2 dənə eyni rəqəm olsun, 3 dənə eyni rəqəm olsun. Burada görürsünüz 3 dənə 2 var, 4 dənə 3 var. İndi rahat-rahat seçə bilərsiniz üçəmlərin yaşını. Dedik ki, üçəmlərin yaşı 2 ola bilməz.
Üçəmlərin yaşı 2 olanda ananın yaşı gedir 81-ə çıxır. Ananın yaşı 81 olanda isə bu şərt pozulmuş olur. Yəni artıq həyatla əlaqələndirməyin. Bəzən ona fikir verməlidir. Bəlkə 81 yaşında ana olubdur. Belə deyək. Onlara fikir verməyin. Yəni. Üçəmlərin yaşını artıq nə götürürük? 3 dənə 3 götürürük. Deməli, bir üçəmin yaşı budur, bir üçəmin yaşı budur, bir üçəmin yaşı da budur. Bəs ananın yaşı neçə qalır? 2 vuraq, 2 vuraq, 2 vuraq, 3. Yəqin ki, sadə vuraqlar bilsə, bunların hamısının bir-birinin hasili yenə 648-i verir. Məqsəd, orada çıxara biləcəyimiz rəqəmləri daha rahat görək deyə var bu bölünmə. 2 vuraq, 2 vuraq, 2 vuraq, 3 neçəni verir bizə? 2 dəfə 2, 4, 8, 24. Deməli, 2, 2 vursam 4, 2 vursam 8, 3 vursam 24. Deməli, ananın 24 yaşı var, üçəmlərinin isə 3 yaşı var. Həqiqətən də bu 3-ü, 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 2, 2, 2, 3-ə vuranda yenə gəlib 648-i vermiş olur. Amma bizə məqsəd nə idi? Bu sadə vuruqlara bölək və üçəmlərin yaşını rahat tapa bilək. Üçəmlərin yaşı niyə 2 olmadı? Bax, bu şərtə görə 2 olmadı. O şərti verməsəydi, mən qalacaqdım 2-ni mi götürüm, 3-ü mü götürüm? Hər biri olardı. Yəni, 81 yaş ehtimalını artıq atmayacaqdınız ortaya. Ki, o ehtimalı da ortaya atmamağınız üçün, bax, bu şərti verir ki, ananın yaşı 81-dən azdır. Sən əgər 81 tapsan, onu götürə bilməzsən. Üçəmlərdən yaşının birini soruşurdu. Tapdıq ki, üçəmlərin yaşı 3-dür. Ya 2 olardı, ya 3. 2 ehtimalı isə bu şərtə görə suya düşdü, belə deyək. Qanun uyğunluğu müəyyən edin. Tərəzilərə aid bir sualdır. Tərəzilərdə ya çarpaz üsulundan, ya da alt-alta toplama üsulundan istifadə olunur. Nə deməkdir o? Fikir verin, həmişə yadda saxlayırsınız ki, sizə lazım olan hissə nədirsə, o istiqamətə getməyə çalışırsınız. O istiqamətə getməyə çalışmaq isə, yəni bir dənə bunu yaratmağa çalışırsınız. Tutaq ki, indi bunu alt-alta yazmağa çalışsam, 2 dənə ağ nöqtə, bir dənə qara nöqtə. Bax, düşünün, sizə dediyimi sübut edeyim. Bura 2 kiloqramdır, burada 2 kiloqramdır. Burada 4 kiloqramdır, burada 4 kiloqramdır. Şərt olaraq atıram özümdən. Bu 4 ilə 2-nin cəmi, bu 4 ilə 2-nin cəminə bərabərdirmi? Bəli, bərabərdir. Və yaxud da ki, bu 2 ilə 4, bu da 4 ilə 2. Cəmləri yenə bir-birinə bərabərdirmi? Yəni, bərabər. Demək istəyirəm ki, çarpaz toplama ilə alt-alta toplama bu tərəzidə, 2 tərəzidə bir-birinə həmişə bərabər olur. Yəni, bunu artıq sübut eləmiş olduq. Sadə rəqəmlərlə göstərdim. Yəni, buradakıların hamısının cəmi, buradakıların hamısının cəminə bərabərdir. İndi, vaxt çox getməsin deyə bir də fiqurlar çəkməyim deyə yazmıram artıq bunu gətirib bunların yanına. Yəni, düşünün ki, bu 2 tərəzini birləşdirmişəm. Bir də bu 2 tərəzini birləşdirmişəm. Yəni, bir-birinə bərabərdirlər bunlar. Birləşdirəndən sonra ixtiyarımız var ki, eyni tərəfdəkiləri, yəni, necə deyək, eyni fiqurları, eyni çəki daşlarını ata bilərsiniz. Eyni anda atmalısınız. Daha ki, baxın, burada bir dənə ağ dairə var. Burada da bir dənə ağ dairəni atdım. Buradan bir dənə ağ dairəni atdım. Buradan bir dənə də ağ dairəni atdım. Daha sonra buradan qara üçbucağın birini atdım. Buradan da qara üçbucağın birini attım, getdi. Nə qaldı? 1, 2, 3, 4 dənə qara dairə qaldı. 1, 2, 3, 4 dənə qara dairə burada qaldı. Bərabərdir nəyə? 2 dənə qara üçbucağa. Yazıram bura 2 dənə qara üçbucağa. Əgər 4 dənə dairə 2 dənə qara üçbucağa bərabərdirsə, onda bir dənə üçbucaq nəyə bərabərdir? Onu yarıdan bölsəz, bunu da yarıdan bölsəz görərsiniz. Deməli, bir dənə qara üçbucağım nəyə bərabərdir? 2 dənə qara dairəyə bərabərdir. Burada yazmış da 4 dənə dairə 2 dənə üçbucağa bərabərdir. Onda bir dənə üçbucaq nəyə bərabərdir? 2 dənə qara dairəyə. Ümid edirəm ki, burada çətin bir şey yoxdur. Və ya ki, yarıdan da bölə bilərsiniz. Yarı-yarıya bir-birinə bərabərdirlər. Bizdən də nəyə soruşur elə? Qara üçbucağa soruşur. Qara üçbucaq nəyə bərabər oldu? 2 dənə qara dairəyə. Yəni, cavabımız oldu A bəndi. Necə həll elədik? Bunları alt-alta toplamaqla. Alt-alta bunları topladım, alt-alta bunları topladım. Sonra eyni çəki daşlarını tərəzidən atdım, getdi. Biz əsas məsələ çəki deyil, tərəzinin tarazısında qalmasıdır. Ondan sonra da misalım həll olunmuş oldu. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. 43 ilə 5-dən 83 alıb, 73 ilə 8-dən 56 alıb, 36 ilə 2-dən 43 alıb, 45 ilə 36-dan neçə alar? Baxaq, 43 ilə 5-dən 83-ü almağı düşünürsünüz ki, necə deyim, 4 ilə toplarsa 7 eləyər, 7-yi 5-ə vurarsa 38-ə gəlib çıxır, 35-ə gəlib çıxır, alınmır. Hə, yaxşı, burada böyük, hamısının böyük olduğunu düşünsəm, birinci bu da görsənir, sadəcə digərlərində alınmayacaq o, nədir, dediyim, yox, alınır, digərlərində alınır.
Sanki elə burada alınmır, elə çox rahat bir üsul var. 43-dən 5 çıxırsa eləyir 38, tərsi 83. 73-dən 8 çıxırsız eləyir 65, tərsi 56. 36-dan 2 çıxırsa eləyir 34, tərsi eləyir 43. Belə. 45-dən də 6 çıxacaqsa eləyir 39. Bizə 39 yox, tərsi lazımdır. 93 C variantı. Yəni bəzən sadə olan şeylər də mürəkkəb görsənə bilir. Tərsinə çevrilmə qaydası həmişə onu mürəkkəbləşdirmiş olur. Növbəti suala gəldik. Bir qrup tələbələri yaşlarına müvafiq olaraq 2 yarım qrupa bölünüb. Yarım qrupa bölüblər. Hər yarım qrupa həmyaşıd tələbələr düşüb. Həmyaşıd, yəni eyni yaşda olanları nəzərdə tutur. Yəni qeyd yaradaq. 2 dənə qrupumuz var. Deməli, birinci qrup deyək, bir də ikinci qrup deyək. Fərhadla Nadir eyni yarım qrupdadır. Lap yaxşı. Fərhadla Nadir eyni yarım qrupdadır. Yalçınla eyni yarım qrupda bir tələbə var. Bir qrup tələbələri müvafiq olaraq 2 yarım qrupa bölüblər, amma say olaraq deyilmir. Neçə dənə bərabər sayda bölünsünlər, yoxsa bərabər sayda bölünməsinlər. İndi burada birinci sayaq ki, kimlər var? Fərhad 1, Nadir 2, Yalçın 3, Samir 4, İlyas 5, 6, Yalçının adı keçmişdi, İlyas adı saymışıq, Nadir'in adı saymışıq, Rəşid saymışıq, Fərhad saymışıq. 6 nəfər var burada. 6 nəfər var. Burada belə bir cümlə vermişdi ki, Yalçınla eyni yarım qrupda bir tələbə var. Yalçının yanında bir dənə tələbə var. Deməli, bunlar qrupa necə bölünüblər? 2 birində, 4 birində olmaqla bölünüblər. 6 nəfərdilər. Yalçının yanında yalnız bir nəfər varsa 2 tələbə olur. Digərinə isə 4 tələbə qalır avtomatik olaraq. Samirlə İlyas müxtəlif yarım qrupdadırlar. Samirlə İlyas müxtəlif yarım qrupdadırsa, birini buraya yazıram Samir, buraya yazıram İlyas. Sonra Rəşid Yalçından böyükdür. Deməli, Rəşid Yalçından böyükdürsə, Yalçının yanında Rəşid yazıla bilməz. Çünki həmyaşlar eyni qrupda olurdu axı. Yalçının yanında Rəşid ola bilməz, yazdıq. Rəşidlə Fərhad eyni yarım qrupdadır. Rəşidlə Fərhad. Buraya yazıram kimi? Rəşidi yazıram. Çünki Fərhadla Nadir eyni yarım qrupdaydı. Rəşidlə də Fərhad eyni yaşdasa, deməli, bu üçü eyni qrupda olmalıdır. Rəşid, Fərhad, Nadir. Samir ilə bizdən soruşur ki, Samirlə eyni yarım qrupda olan kimdir? Bir nəfərdirsə, böyük ehtimal ki, o da elə Yalçın olmuş olacaq. Baxaq. Rəşidi bura gətirib yazsam, digərlər 3 dənəsini. Deməli, 2 yarım qrup var da. Rəşidi bura yazıram. Fərhadı bura yazıram. Bir dənə Nadiri bura yazıram. Yalçını isə bura yazmış oluram. Əgər belə bir ehtimalım olsa, görüm şərtlərə pozulma varmı? Fərhadla Nadir eyni yarım qrupdadır, bəli. Yalçın eyni yarım qrupda bir tələbə var, bəli. Samir ilə İlyas müxtəlif yarım qrupdadır, bəli. Rəşid Yalçından böyükdür, yəni eyni qrupda deyil, düzdür. İlyasla Nadir həmyaşıddır. Belə bir cümləni qaçıtmışıq deyirəm, axı belə bir ehtimal saxlamaz bizə. Yazmışdı ki, İlyasla Nadir həmyaşıddır. İlyasla Nadir həmyaşıdsa artıq bunları ora yox, bu hissəyə yazmaq lazımdır. Deməli, avtomatik Yalçın gəlir, düşür bura. İlyasla Nadir deyil deyə, İlyas da 100% bunların yanına düşür deyə. Bunları avtomatik gətirirsiniz, yazırsınız. Kimin qrupuna? İlyasın qrupuna. Bayaqlarım 2 ehtimalım qalardı. O zaman tapmaq biraz çətin olardı, amma indi Nadirlə İlyasın da bir qrupda olduğunu müəyyənləşdirən bir cümlə vermişdi. Bayaq gözümüzdən qaçıb, 100% bilirik ki, bu 4 nəfər bir yerdə, Samirlə Yalçın da bir yerdə olacaq. Samirlə eyni qrupda olan kimdir? Yalçın. Həqiqətən Yalçının yanında bir nəfər var. Digər bütün şərtləri əsasında quraşdırmış olduq. Kim harda olmalıdır? Keçdik 16-cı suala. Qanuna uyğunluğu müəyyən edin və suala bəzən uyğun olan variantı seçin. 6 ilə 2-ni bir-birinə vursaz eləyər 12, kvadratı 144. 5 ilə 3-ü bir-birinə vursaz 15, kvadratı 225. 8 ilə 2-yi bir-birinə vursaq 16, kvadratı 256. İndi 7 ilə 2-yi bir-birinə vursaq 14, kvadratı eləyər neçə? 196. Təbii ki, 196 tapan kimi cavabımız olur nə? A variantı. Biz davam edirik ki, digərsiləri necə tapıb. 6 ilə 2-nin cəmi 8, kvadratı 10, 64. Daha sonra 5 ilə 3-ün cəmi 8, kvadratı 64.
8 ilə 2-nin cəmi 10, kvadratı 100. İndi 7 ilə 2-nin cəmi 9, kvadratı 81. Baxın, bura 81 yazım. Digərisi isə fərqinin kvadratıdır. Fərqinin kvadratı. İndi 7 ilə 2-nin fərqi 5-dir, kvadratı isə 25-dir. Bəli, həqiqətən 25 idi. Cavabımız oldu A bəndi. Daha sonra 17-ci sual qəbullara artıq 3-4 qəbula düşübdür. Bu diqqətli olun. Biraz çaşdırıcı görsənir, amma çox rahat. Çaşdırıcı görsənmir. Yəni rahat şəkildə tapa biləcəyiniz bir sualdır. Bir şəkildən digər şəklə keçərkən nə baş verir? Baxın, bir dəfə plus yerində qalıb, düzdür? Plus işimiz yoxdur. Bir dəfə bunlar yerini dəyişir, bir dəfə bunlar yerini dəyişir. Bir dəfə bunlar yerini dəyişir. İndi növbət şəkilsində bunlar yerini dəyişməlidir. Sadəcə budur məntiq. Bir dəfə uzunluq olan belə deyək, yadda saxlayın, bir dəfə eninə. Bir dəfə uzunluğa indi eninənin sırasıdır. Plus yerində qalır, plus yerində qalan isə bir dənə D variantı var. X-lə də minus yerini dəyişir, həqiqətən yenə dəyişib yerini D variantında cavabımız olur D. Bir dəfə bura, bir dəfə bura, bir dəfə bura, indi buranın növbəsi idi deyə. Cavabımız oldu D variantı. Şərti dillə bağlı, yəni şifrələr mövzusuna bağlı suallar da, şifrələr mövzusuna suallar düşəndə tez-tez araqlığa düşən sual tiplərindəndir. Nə etmək lazımdır? Biraz çətinliyi onun bu hərfləri bitişik verməsidir ki, onları necə ayıraq, o biraz tərəddüdür, o da rahat şəkildə görsənir. O onları eşidir, o səni görür. Bir də bəzən burada necə deyək, demin suallarında məntiqsizlik yaranır. Niyə? Çünki bəzən onları və onu sözü, məsələn, o və onlarını, o, onu sözlərini bir-birinə fərqləndirir, ayırır, ayrı-ayrı söz kimi götürür. Bəzən şəkilçiləri bir-birinə fərqləndirir. Bəzən dediyim kimi onu, onları və yaxud da ki, onu bir götürür. Bunları bir götürdüyü məqam da var, ayrı götürdüyü məqam da var və yaxud da ki, şəkilçilər. Misal üçün, burada hansı şəkilçini görə bilərik? Eşidirəm. Tutaq ki, eşidir sözündən eşidirəm sözünü fərqli şeylər götürür. Eşidirlə, eşidirəmi fərqli götürür. Yəni, gördünüz, burada bayaqlarım dediyim kimi, fərqli sözləri eyni götürdüyü məqamlar da var, fərqli sözləri həqiqətən fərqli götürdüyü məqamlar da var. Ona görə diqqətli olmaq lazımdır bu tipli testlərdə ki, ən dəqiq, düzgün variantı tapa biləsiniz. Yəni, bu şeylərə həmişə riayət eləmir ki, 100% mütləq ki, hərf bə hərf eyni olmalıdır ki, onun kodu eyni olsun. Yox. Bəzən ona riayət edir, bəzən yox. İndi burada o onları eşidir, o səni görür. Burada o və o var. Oxşar hərflər hansılardır? U hissəsidir. Düzdür? Mən artıq buradan biləm, hətta aşağıya da baxa bilirsiniz. U orada da var. Deməli, onun şifrəsi oldu U. Mən səni görürəm cümləsində U-ya ehtiyacımız varmı? Yox, onda Y bəndindən C bəndini çıxırsınız. Daha sonra mən səni görürəm. O onları eşidir. İkinci cümləyə keçək. O səni görür, mən səni eşidirəm. Yəni, bu iki cümlənin müqayisəsində bir dənə oxşar səni sözləri var. Uzo, dari, ozo, rama sözlərində zo hissəsi oxşardır. Deməli, səni sözünün şifrəsi olacaq nə? Zo. Cavabımızda zo olacaq deyə o dari nə cavabını çıxırıq. Çünki səni sözü var idi burada. Zo olmalı cavabımızda. Deməli, səni də zo oldu. U getdi, zo getdisə nə qaldı? Dari qaldı. Görür sözü də nə olacaq? Dari olmuş olacaq. Görür sözü olacaq nə? Dari. Görür sözü olacaq, bu eşidirəmdir. Görür sözü olacaq nə? Dari. Dari sözünün çıxandan sonra burada nə qalır? Deməli, bizi olacaq nə? Bizi olacaq nə? Lap yaxşı. Sonra birinci cümlə ilə üçüncü cümləyə baxın. O onları eşidir, mən səni eşidirəm. Eşidir və eşidirəm sözləri var. İndi burada böyük ehtimal bunları eyni götürüb rama hissəsi var. Bura yazıram rama, bura yazıram rama. Onları sözünə qaldı ko. Gördünüz, o ayrı götürdü, onları ayrı götürdü. Bəzən bir də götürür. Bunu tapdıq. Bir də burada o qalmışdı, məndə oldu o. Deməli, ozo, dari, cavabımız olacaq nə? B variantı. O darizo. Hə, deməli, burada fikir verin. Bəzi testlərdə heç ona fikir vermir. Baxdım ki, A bəndi niyə olmadı? Mövqeyinə də fikir verib. Bəzi testlərdə mövqeyinə fikir verir, bəzi testlərdə fikir vermir. İndi əgər necə desəz ki, necə bilək, bəs harada fikir verir, harada fikir vermir, yadda saxlayın. Əgər variantların içərisində həm qarışdırılmış forma, həm düzgün forma varsa, məntiqlə hansını seçməlisiniz? Qarışdırılmış forma niyə seçəsiniz ki? Düzgün forma seçəsiniz. Yox, variantların içərisində sadəcə qarışdırılmış varsa, qarışdırılmış seçin. Yəni, sadəcə
düzgün verən varsa elə düzgün olanı seçin. Amma eynisi ikisi də eyni anda verilirsə variantlarda, baxın o, zo, dari. Burada da var da. Yəni o, zo, dari. Amma biz nə etdik? Biz ardıcıllığa üstünlük verməliyik 100%. Ona görə cavabımız olur B bəndi. Yoxsa A bəndindəki şifrələr də eyni şifrələrdir. Sadəcə yerləri qarışdırılmışdı deyə səhv variantdır. Gəldik 19-cu suala. Şərti olaraq bunu A, B, C, D adlandırsam fikir verirsə, birinci şəkildən ikinci şəklə keçərkən, buna B demişdik ya, birinci şəkildən ikinci şəklə keçərkən nə baş verir? D olduğu kimi yerində qalıb, C olduğu kimi yerində qalıb, eyni zamanda B olduğu kimi yerində qalıb. Sadəcə dəyişən A olub ki, A 180 dərəcə aşağıya fırladılıbdır. İkinci şəkildən üçüncü şəklə keçərkən nə baş verib? Baxın, A artıq yerində olduğu kimi qalıbdır. D də olduğu kimi qalıb, C də olduğu kimi qalıb. İndi nə dəyişib? B-ni görürsünüz, bu tərəfə baxır, indi bu tərəfə baxır. B 180 dərəcə dəyişib. Belə, deməli, A, B, C, D formasında hamısını dəyişə-dəyişə gedəcək. İndi bu şəkildən sual işarəsi olan yerə keçərkən nə baş verməlidir? A-nı fırlatmışdıq, dəyməyəcəm. B-ni fırlatmışdıq, dəyməyəcəm. Arzu gediriksə D-yə də dəyməyəcəm. Avtomatik nə etməliyəm? Yuxarı baxan C-ni aşağı baxmalı, belə eləməliyəm. Onda cavabımız olacaq hansı variant? Baxıram, elə A variantı olur. Baxın, A yerində, B yerində, D yerində, C isə aşağı formadadır. Cavabımız oldu A bəndi. Sadəcə sıra-sıra hamısını fırlatmaq lazımdır. Fikir verin, indi A bəndi sual içərisində yerində olan şəkildir da. Növbət C-də nə olmalıdır? A yerində qalmalıdır, gördünüz yerində qalıb. B yerində qalmalıdır, gördünüz qalıb. C yerində qalmalıdır, gördünüz qalıb. D nə olmalıdır? 180 dərəcə fırlanmalıdır, gördünüz fırlanıb. %100 A bəndidir. Sual işarəsinin yerinə yazacaq cavabı tapın. Futoshiki bir sualıdır. Cədvəllər mövzusuna aiddir. Sudokuya oxşardır. Qaydası nədir? Sətir və sütun üzrə rəqəmlər təkrarlanmamalıdır və böyüklük kiçiklik işarəsi də qorunmalıdır burada şərtlər daxilində. Bir də neçə dənə xana varsa həmin rəqəmlərin sayı qədər yazılır. Yəni 4 dənə, 4-ün 4-ə deyil bu. Deməli 1, 2, 3, 4 rəqəmlərindən istifadə olunmalıdır. Tutaq ki, yazıram bura 1, 2, 3, 4. Burada yazıram 3, 2, 4. 1, 2, 3, 4 sətir və sütun üzrə təkrarlanmamalı. Yəni 4, 4 heç vaxt ola bilməz. Və ya 4 burada deyək, 4-ün 1 də burada heç vaxt ola bilməz. Sətir və sütun üzrə təkrarlanma olmamalıdır. İndi bu tipli suallar işləyərkən ən kiçik rəqəm nədirsə, ondan başlamalısınız tapmağa. Biri bura yaza bilməzsiniz, çünki bir nədənsə böyük deyil. Və yaxud da ki, biri bura yaza bilməzsiniz, bir nədənsə böyük deyil. Yenə biri bura yaza bilməzsiniz, çünki bir nədənsə böyük deyil. Gördünüz, 3 dənə yerə 1 yaza bilməzsiniz, avtomatik 1 yazdıq bura. Nədənsə böyük deyil deməyəm, avtomatik birbaşa deyəcəm 1 olmaz. Siz artıq başa düşün, 1 bura olmaz deyəndə sırf böyüklük işarəsinə görə deyirəm. Artıq görün, 1 burada olmaz, böyüklük işarəsi var. Sonra 1 burada olmaz, böyüklük işarəsi var. Deməli, 1-in ikinci sətirdə yazılacaq yeri oradır. Deməli, yuxarısında 1 var, bura yazılmaz. Yuxarısında 1 var, bura yazılmaz. 1 burada yazılmaz, çünki böyüklük işarəsi var. Avtomatik A-ya qalır 1. Bu sütunda var, bu sütunda var, bu sütunda var. Bura 1 yazılmalıdır. Baxın, sütun üzrə dedik, axı təkrarlanma olmamalıdır. Həmin 3 sütunda 1 var idi. Ona görə oraya yazılmazdı, avtomatik qaldı burada D-nin yerinə. 1 yazandan sonra keçirsiniz 4-ü tapmağa. Ən birinci minimumu, sonra da maksimumu yerlərini tapırsınız. 4 bura olar, 4 bura olmaz. Niyə olmaz 4 bura? Çünki burada nəsə böyük bir rəqəm olmalıdır. 5 olmalıdır ki, 4-dən böyük olsun da, düzdür. 5 də artıq əlimizdə yoxdur axı. 4 bura olmalı. 4 bura da olmaz, çünki aşağıya 5 düşməlidir ki, minimum buradakından böyük olmuş olsun. Amma əlimizdə 5 yoxdur, axı maksimum 1, 2, 3, 4 var. 4, 4 olmazsa 4 avtomatik bura yazıldı. Deməli, burada 4 bura yazılmaz. Daha sonra 4 burada yazılmaz. Niyə? Çünki burada 5 olmalıdır ki, en azından bundan böyük olsun. Avtomatik 4 hara yazılmış oldu? 4 bura yazılmış oldu. Deməli, burada var, burada yazıla bilməz. 4-ü bura yaza bilməliyik. Çünki bura minimum 5 düşməlidir ki, bu böyüklük işarəsi düzgün olmuş olsun. Deməli, 4 bura yazılmazsa 4 bura yazıldı. Bu üstündə 4 var, bu üstündə 4 var, bu üstündə 4 varsa, onda bu üstündə də 4-ü bura yazmalıyıq. Silək, sonra yazaq. 4 də bura gəlib düşmüş oldu. Mən nə etdim? 1 və 4-lərin yerini tapdım. Avtomatik indi qalır nə? 2 ilə 3. 2 təbii ki, bura, 3-ü bura yaza bilmərəm. Niyə? 2 3-dən böyükdür ki, yox. Onda 2-ni bura yazım, 3-ü bura yazım. Bunu yazan sonra avtomatik düşür. Bu sütunda hansı qiymətimiz qalıb? 1, 4, 3 var, 2 yoxdur. Sonra indi bu sütunda hansı rəqəmlər var? 1, 4, 2 var, 3 yoxdur. Bunu da qeyd elədik. Sonra 2-ni bura, 3-ü bura yaza bilərikmi? Xeyr. 3 böyükdür 2-dən. Bu formada yazırsınız. 3-ü ora, 2-yi də ora. Onda bu sütunda nə qalmışdı? 2. Bu sütunda nə qalmışdı? 3.
İndi sətr üzrə, sütun üzrə hara istəyirsiniz çevirin, baxın. İstəyirsiniz böyüklük işarəsindən, istəyirsiniz kiçiklik işarəsindən baxın. Hər şey qaydasında təkrarlanma sətr üzrə sütun üzrə yoxdur. Tapmışıq hər şeyi. A-nın qiyməti 1-dir, B-nin qiyməti 2-dir, C-nin qiyməti hanı C 2-dir, D-nin qiyməti 1-dir. 1, 2, 2, 1-in cəmi isə 6 verir. Cavabımız oldu D variantı. Bu da Futoshiki sualı. 21. A bəndi vəzifə, B bəndi leytenant, C bəndi general, D bəndi polkovnik, Y bəndi mayor. Leytenant, general, polkovnik, mayor elə vəzifədir. Vəzifəsi ümumi anlayış. Getdim. Cədvəllər mövzusuna aid bir sual. Bu tipli suallar olanda əksərən buradakıların cəmi buradakılara bərabər və buradakıların cəmi ilə buradakıların cəmi arasında bir fərq yaranır. Gəlin hesablayaq. 3, 8, 11, 15, 21, 2, 7, 9, 17, 20, 1, 5, 6, 12, 17, 6, 2, 0, 7. Buradan bu hesablanır. Neçə edir? 8, 15. Digər hissədə hesablasaq 6, 6, 20, 12, 20, 23. Bura oldu 23. Bu sual şəkli bilmirəm. 5, 6, 11, 16, 19, 7, 0, 4, 6-nın cəmi isə 17 vermiş olur. Fikir verirsinizsə, baxın 23, daha doğrusu başqa bir rəqəm gələcək. 23, 21-dən 2 vahid çoxdur. İndi buranı bilmirəm. 19, 17-dən 2 vahid çoxdur. 17, 15-dən 2 vahid çoxdur. Buradakı cəmlər həmişə orada nə idi? 2 vahid çox idi. 2 vahid çoxdursa, onda avtomatik mən bura nə yazmalıyam? Burada 20 yazılıbsa, buradakı cəm 22 olmalıdır ki, buradakı 22, buradakı 20-dən 2 vahid böyük olmuş olsun. Ona görə də 22 cəm eləməlidir. 8, 2, 10, 17, 5 də lazımdır ki, cəm 22 eləsin. Cavabımız oldu nə? D variantı. 23-cü suala baxırıq. Hesab əməllərinə aid bir sualdır. Burada nəyə fikir vermək lazımdır? Həmişə məntiqi həmlə lazım olur bizə. Məntiqi həmlə, baxın, burada F-in F-ə vurulması hissəsi idi. F-i F-ə vuranda hara yazılacaq, ona fikir verməyiniz. Baxın, S-i F SF-ə vuranda buraya yazırsınız, 2584 eləyir. F-i F SF-ə vuranda hansı rəqəmsə 3000 neçə eləyir, düzdür? F-ə 1 versəz, bu 100 neçədə qalacaq. 2 versəz 400-də, 3 versəz 900-də, 4 versəz 1600-də, 5 versəz 2500-də, amma 6 versəz gəlib 3600-dən bura yaxınlaşacaq. 7 verə bilərsinizmi? Xeyr. 7 dəfə 7-dən 4900-ə gedib çıxır ən azından. Onda F-ə verə biləcəyiz yeganə qiymət 6 olur. F-ə 6 olur. Niyə? Çünki 6 dəfə 6 3600-ə gəlib 3800-ə yaxın bir ədəd eləyir. Yaxşı, bəs onda S-in yerinə neçə olacaq? S-in yerinə də 4 olacaq ki, baxın 4-ü buradakı 6-ya vuranda 24 eləyir. 2400-ə yaxın bir ədəd eləmiş olsun. Aydındır. Deməli, S-in də qiyməti olur nə? 4. 4 dəfə 6, 24, 4 yazıram 2 yadda. 4 dəfə 4-ün 16, 2 dəfə 18, 8 yazıram 1 yadda. 4 dəfə 6, 24, 1 dəfə 25 qəşək qaydasında. 6 dəfə 6, 36, 6 yazıram 3 yadda. 6 dəfə 4, 24, 3 dəfə 27, 7 yazıram 2 yadda. 36, 2 dəfə 38, hər şey qaydasındadır. Mən də tapdım ki, F-in qiyməti 6-dır, S-in qiyməti 4-dür. Cavabımız olur neçə? 10. C variantı. Əgər 29 may bazar gününə düşürsə, 30 dekabr hansı günə düşər? Əla. Həmişə təqvim məsələlərində nə edirsiniz? İrəli mi gedirik, yoxsa geri mi gedirik, onu düşünürsünüz. Bir ilin içərisindəsizmi? Bəli, bir ilin içərisindəsə başqa heç bir problemimiz çıxmayacaq, amma fərqli illərində fərqli yanaşmalarımız var, onun növbəti suallarımızda görəcəksiniz. Deyək ki, əgər 29 may bazar gününə düşürsə, yazıram may. Maydan dekabr ayına getmək üçün nə etmək lazımdır? İrəli getmək lazımdır. May, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və nəhayət ki, dekabr. Görürsünüz, neçə ay getməliyik. Bu neçə ay getməyimizi nə etmək lazımdır? Günlərini yazmaq lazım. Baxın, mən 29 maydayım, 29 may günündəyəm. Ondan hara doğru istiqamətlənməliyəm? 30 dekabra doğru getməliyəm, düzdür? 30 dekabra doğru gedəndə mən nə edirəm? May ayının neçə gününü yaşamış oluram? Artıq 29 günü mənim üçün maraqlı deyil. Mən artıq mayın 29 gününü yaşamışam. Mayın 29-undan 30 dekabr tərəfə gedirəm. 30 dekabr tərəfə gedəndə mayın neçə gününü yaşamış oluram? 2 gününü yaşamış oluram da, yəni 30 may, bir də 31 mayı. O 29-un özü sayılmır. 30 və 31 mayı yaşayıram. Bitdi. Ona görə yazdım ki, may ayından 2 gün yaşayıram, qabağa gedirəm. Yaşayıram, indi şərt olaraq deyirəm da. 29 maydan qabağa getmək üçün may ayının 2 gününü yaşamalısan, bitirməlisən ki, gedirsən hansı aya? İyun ayına. Ortadakı aylar hamısı neçə gündən ibarətsə özləri yazır. Bir dənə birinci ayla axırıncı ayda məsələ var. Başqa heç ortadakılara heç nə dəymirsiniz. İyun ayı, bir də ki, bunların hansının 30, hansının 31 olduğunu mütləq ki, bilməlisiniz. İyun ayı 30-dandır,
iyul ayı 31 gündəndir, avqust ayı 31-dəndir, sentyabr 30-dandır, oktyabr 31-dəndir, noyabr 30-dandır. Dekabrda dayanıram. Bizə nə istəyir? Bizdən neçə gün istəyirsə, bax bu son hissəyə onu yazmalıyam. Niyə? 29 maydan sonra 30 may, bir də 31 may dedim. Neçə yazdım bura? 2 yazdım. İndi biz noyabrın 30-una gəldik, çıxdıq. Sonra hansı noyabrın 30-dan sonra nə gəlir? Dekabrın 1-i gəlir, düzdür? Noyabrın 30-dan sonra ona görə 30 gün yazmışıq bura. Dekabrın 1-i gəlir. Bizə nə lazımdır? 30 dekabra gedib çıxmaq. Burada 17 yazsa, mən bura 17 yazaram. Burada 3 yazsa, mən burada 3 yazaram. Burada 5 yazsa, mən burada 5 yazaram. Niyə? Çünki o günə qədər getməliyəm. Mən indi 30 noyabrdan 30 dekabra getmək üçün neçə gün yaşamalıyam ki, 30 dekabra gəlib çıxım? Düz 30 gün yaşamalısınız ki, dekabrın 1-i, 2-si, 3-ü, 4-ü, 5-i, 6-ı, 7-si ta 30-una kimi 30 dekabra gəlib çıxasınız. Bunu yazandan sonra birinci mərhələ yekunlaşmış olur. Ayları düzgün. Deməli, birinci ayla axırıncı ayda biraz məsələ fərqi var idi. İndi buna cəmləsək neçə eləyəcək? Cəmləməliyik təbii ki. Yəni 29 maydan 30 dekabra görək neçə gündən sonra gəlib çatacağıq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dəfə 30'un 210. Sonra 2 burada. 3, 4, 5. 215. Topladım. Mən bildim ki 29 maydan 30 dekabr aralığında 215 gün var. 215 gün varsa bir həftədə neçə gün var? Yazıram, bir həftə bərabərdir 7 günə. Mən bunu böləcəm 7-yə. Deyərsiniz, müəllim, bunu niyə 7-yə bölürsünüz? Baxın, hər bir gün 7 gündən bir təkrarlanmır. Tutaq ki, yazıb 29 may bazar gündür. Bir həftədən sonra yenə bazardır, bir həftədən sonra yenə bazardır, yəni 3 həftədən sonra yenə bazardır, 15 həftədən sonra yenə bazardır. Çünki bir həftədən bir günlər eyni şeylər gəlib düşür da. Tutaq ki, ayın 2-si bazardırsa, 9-u da bazardır, 16-sı da bazardır, 23-ü də bazardır, 30-u da bazardır. Niyə? Bir həftədən bir bu bazar günləri təkrarlanmış olur. Məqsədimiz də odur ki, o təkrarlamaları kənara çıxardaq, yoxsa biz təkrarlamaları gələ vaxt itirər. İndi mən burada izah edirəm deyə biraz uzun gedir. O təkrarları aradan ataq, bizə lazım olan qalıq olacaq burada. Qalıq. 21-i 7-yə bölsəm 3, eləyəcək 21, qalıq 5. Deməli 30, qalıq 5 elədi. 215-i 7-yə böldünüz 30. Bax, bu 30 tam nə deməkdir? 30 tam həftə deməkdir. Yəni 30 tam həftə ancaq bazar gəlib düşür. 30 həftə dalbadal bazar düşür. Bizə lazım olan nədir? Bax, tapdığımız bu 5. Tapdığınız o 5-i nə edirsiniz? Burada verilmiş daha bazar günüdür. O bazar günün üzərinə gəlirsiniz. Niyə üzərinə gəlirsiniz? Çünki maydan dekabr ayına irəliyə getmişdiniz. Biz dekabrdan maya gəlsəydik geri getmiş olardı. Düzdür, tapdığınız qalığı çıxırsınız onda, geri gedəndə çıxırsınız. Amma mən indi may ayından dekabr ayına getmək üçün nə etmişəm? İrəliyə hərəkət eləmişəm. İrəliyə hərəkət eləmişəmsə, bu qalığın üzərinə gəlinməsi demək. İndi bazarın üstündə 5 gələn nə olur? 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci gün. Yəni cümə günü. Yəqin ki, bunlarda bilirsiniz, cümə axşamı 4-dür, çərşənbə axşamı 2-dir, bazar ertəsi 1-dir, çərşənbə 3-dür, cümə isə 5-ci gündür. Deməli, bütün ayları yazmalısınız, may ayından dekabr ayına çatmaq üçün olan ayları. Sonra may ayının 2 gününü yaşadıq, digər ayları özləri qalır ortada. Bir də dekabrın neçəsi yazılırsa, axırıncısı o yazılmış oldu. Tapdığımız rəqəmləri, günləri cəmlədik, elədi 215. Mən bildim ki, 29 may və 30 dekabr arasında 215 gün var. Sonra 7-yə böldüm ki, bu bazarlar təkrarlamaları geçsin. 30 dəfə təkrarlandı bazar, lap yaxşı. Qalıq nə oldu? 5 oldu. O 5-i nə edirsiniz? Tapdığınız o 5-i burada verilən hansı gündürsə onun üzərinə gəlirsiniz. Niyə üzərinə gəldik? Çünki may ayından dekabr ayına qabağa getmişdik. Dekabrdan maya gəlsəydik, geri getmiş olacaq, tapdığımız qalığı çıxırdıq. Yox, irəli gediriksə ay olaraq, onda üzərinə gəlir tapdığımız qalığı. Birdən işdir, qalığı 0 tapsaq nə olar? Ay müəllim desəz, qalıq 0 tapılanda burada qeyd olunan gün hansı gündürsə elə o günü götürürsünüz. Çünki sanki elə bir bayaqlan 5 gəlmirdi, indi 0 gəlsə də, bazarın üstündən 0 gəndə nə edir? Yenə bazar eləyir də. Və ki, geri getsiniz, bazardan 0 çıxsaz nə eləyir? Yenə bazar eləyir də. Bu da eyni məntiqdir, çaşdırıcı olmasın. Qalıq 0 olanda elə burada hansı gündürsə onun özü olmuş olur. Belə. Mütəmadi olaraq bu təqvim məsələlərini görsəz, rahat şəkildə yadda saxlamış olacaqsınız və işləyəcəksiniz. Növbəti hissələrdə isə, növbəti videolarda çalışacağım ki, bunların fərqli tiplərindən salım. Tutaq ki, fərqli illər olanda necə olur? Eyni, bunlar indi misal üçün şərt vermir də. 29 may bazar, 30 dekabr hansı gün soruşsa, bunlar eyni il daxilindədir. Bu rahatdır. Amma müxtəlif illərdə, misal üçün 2014-cü ilin dekabr ayını verir bir gün, soruşur ki, 2017-ci ildə mayın 3-ün neçənci gündür tutaq ki.
2014 ara, 2017 ara. Bunda keçməkləri necə keçmək lazımdır? Öyrədəcəm hamısını növbəti mövzularda, izahlarda daha doğrusu inşallah ki. Qatlanmış rəngli kağıza kəsilə edilib, fikrən kağızı açın və uyğun olan cavab variantını seçin deyir. Fikir verin, birinci qatlanma baxın buradadır. Buradakı qatlanmanı nə etmək lazımdır? Açmaq lazımdır. Buradakı fikir verin, buradan bunu açanda nə baş verər? Üçbucaq aşağı düşərmi? Düşər, 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 düşər. Hamısında düşübdür. Sonra baxın, burada bir yarım kəsik var. Görürsünüz, bax, burada bir kəsik hissə var. O kəsik hissə gəlib buradakı bu küncə düşməlidir. Küncə düşməlidirsə B bəndində belə bir hissə verib, Y bəndində elə bir hissə verib, amma digər 3 variantda həqiqətən o kəsiyi qoruyub saxlayıbdır. Daha sonra fikir verirsə A bəndində burada belə bir kəsik yaradıbdır. Yəni bunu bu şəkildə sonra yuxarıya qaldıracam mən. Bu hissədə elə bir kəsik yoxdur. O nəyin əsasında belə bir orta boşluq hissə yaransın ki, A bəndi ona görə səhvdir. C ilə D-nin fərqi nədədir? Diqqətlə baxaq, bir-birinə çox oxşuyurlar. Baxın, bu hissədə kəsinti hissənin olub olmamasındadır. O da baxırsınız ki, bu şəkili baxın, buradan götürüb yuxarıya qaldırmaq lazımdır. Buradan götürüb yuxarıya qaldıranda, yuxarı baxın, bu hissə gəlib yuxarı hissədə düşür. Burada harasa bir kəsik hissə görürsünüzmü? Xeyr. O kəsik hissə buradaydı ki, bu formada açılanda gəlib bura düşmüş oldu. Yan tərəfə baxın, bu formada düşmüş oldu kəsik hissə. Amma bu şəkil konkret görsənərdə bu düzbucaqlı forması, bu düzbucaqlı forması yuxarıya açılanda buradakı gəlir yuxarıya düşür. Burada bir kəsik hissə varmı? Yəni belə bir kəsik hissə olsaydı, gəlib yuxarıda da o özünü göstərmiş olardı bu formada kəsik formu. Amma indiki məqamda düz bucaq olduğu kimi qorunub saxlanır. Qorunub saxlanırsa, niyə D bəndindəki kimi belə bir kəsik olsun? Çıxıram, cavabımız qalır nə? C variantı. Bax, belə. Bu da qəbulda olmuş 25 sualın izahı. Çalışacağım ki, mütəmadi olaraq bu tipli videoların davamı gəlsin. Qəbul suallarının izahı özdə, yəni birə-bir qəbula düşmüş sualların izahı olsun ki, növbəti hissələrdə zaten bazı suallar təkrar-təkrar düşür. İmtahanda qarşıda çıxanda bu sualları rahat şəkildə yaza biləsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda, izahlarda görüşənədək hələlik.